Salam əziz uşaqlar və şagirdlər. Mövzumuz pronoun mövzusudur. Pronoun əvəzlik deməkdir. Burada əvəzliyin bir neçə növü olduğu üçün pronouns verib, cəmdə verib. Baxırıq birinci suala. Choose the correct variant. Düzgün variantı seçin. The company exploited the land for minerals. Nöqtədən sonraya baxırıq. Nöqtədən sonra minerals yazılıb, yəni cansız. Cansız olduğu üçün biz verəcəyik its. Hers'ü verə bilmərik. Nöqtədən sonra isim var. Hers'dən, zs-dən sonra isim gəlməz. Bunlar isimsizdir. Z-ni verə bilmərik. Biz cansızdan danışırıq. Sonra itsi verə bilmərik. It isdir. Bu bilirsiniz ki, it's yəlikal deyil. Bu it is, it was, it has'dir. Yəni variant Y variantı. İkinci testdə də Westminster Abbey is famous for architecture. Architecture sözü də cansız olduğu üçün biz its veririk. Qalanları isə canlılarla işlənir. Sonra baxırıq üçə. Her son's Mark, onun oğlunun qiymətləri. Burada əsas məsələ onun oğlunun qiymətləridir. Yəni söhbət onun oğlundan gedir. Çünki bunun altına xətt çəkiblər. Onun oğlunun deyəndə bir nəfəri nəzərdə tutur və ona görə də veririk oğlan cinsi his marks. Çünki özündən sonra da isim gəlir. Sonra baxırıq 4-ə. Nöqtədən sonra suggestion var. İsimdir suggestion. Özündən sonra isim istəyənlər, isim istəməyənlər. Yours, mine. Yours'dan sonra, mine'dan sonra isim gəlməz. Beyni, deyini və yeni atırıq. Baxırıq C və A-ya. My suggestion versən bu tərəf düz olar. Amma tək qala bilməz. Your özündən sonra isim istəyir. Ona görə C variantı olmur. Olur A variantı 4-də. Sonra this region is famous for, yenə də lakes. Bizim əsas məsələ ismimizdir. Yəni cümlə üzvlərində və söz birləşmələrində, ümumiyyətlə söz birləşmələrində əsas tərəf ikinci və üçüncü tərəfdir. Yəni ən sonuncu, yəni əsas isimdir. Sifət yox. Yəni lakes. Lakes-ə baxırıq, cansızdır, veririk its. Sonra baxırıq the police have found the thief. Polislər deyir, oğrunu tapıblar. Bitmiş zamandadır. Biz bunu hələ keçməmişik, keçəcəyik. The police-in altına xətt çəkiblər, cəmdədir. Polis cəm olduğu üçün Z veririk. Qalan variantları A və D-ni atırıq. Sonra baxırıq have found, zem verə bilərdik. Amma burada thieves cəmlənməyib, təkcədir. The thief oğru deməkdir. Ona görə də onu, oğrunu verməliyik. Hizi verə bilmərik. Hizdən sonra isim gələr. Burada isə the thiefin altına xətt çəkib bizə sadəcə onu lazımdır. O da Y variantındadır. 6-da Y. 7-də Both Helen and Susan altına xətt çəkib 2 nəfərdir Z. Bu tərəfdə Julia'nın ad günü partisi. Parti isimdir. Demək bizə isimli lazımdır. O da her. Y variantını verə bilmərik. Çünki her'dən sonra isim gəlməz. Burada parti gəlib, isim gəlib. 8-də yenə də eyni şeydir. Jean and Sue. Bunlar cəmsimlərdir. Yəni 2 nəfər olduğu üçün, and-lə bağlandığı üçün Jean və Sue 2 nəfər olduğu üçün Z. Carol plays. İsim var. Baxırsınız ki, place yer deməkdir və isimdir. İsim olduğu üçün biz veririk her. Hers'ü vermirik. Çünki bunlar isim istəmir. Bu tərəfdə Z-ni verə bilmərik. Burada Z demir. Çünki mübtada istəyir bizdən. Mübdadanı da Jim və Sue 2 nəfərdir deyə Z ilə əvəz eləyə bilir. Biz keçmişdik ki, şəxs əvəzlikləri cümlədə mübtada olur və adlı xaldadır. Onlar da bilirik. I, he, she, it, we, you, Z. 9-da xətt çəkiblər Z dishes-in üstünə. Z dishes qablar deməkdir. Z dishes cəmdə olduğu üçün feildən sonra da biz demişik object pronouns gəlir. Yəni tamamlıq əvəzlikləri. O da zəmdir. Qabları, onları yəni. İti verə bilmərik, it cümlənin başında gələr. Z-i verə bilmərik, cümlənin başında gələr, özündən sonra xəbər istəyər. Z-ni versək, burada isim gəlməli idi. Elə Z dişi sözü isimdir, ehtiyac yoxdur. İtsi də vermirik, söhbət cəmdən gedir. İtsi versək, yenə də ondan sonra isim gəlməlidir. Ona görə C variantı. 10-cu testdə baxırıq nöqtədən sonra bizə verib isim. Nöqtədən sonra isim verib və burada baxırıq ki, Z-sə versək, A-sə versək, bu isim istəmir özündən sonra, amma burada budget, büdcə sözü isimdir. İti versək, it budget olmaz, it tək gəlmir. Ya mübtada olur, cümlənin başında gəlir, ya da feildən sonra gəlir, object olur. Ona görə biz verəcəyik their budget, onların büdcəsi. Look after, biz demişik ki, əmr cümlələrində, xitab bildirən cümlələrdə və feillə başlanan cümlələrdə, baxın, vergül verib burada müraciət bildirir, xitab bildirir. Biz veririk yourself. Burada deyir ki, öz işindən məşğul ol. Yəni sən özünə bax, Mike. Müraciət edir. Mike vergüllə verib. Biz əmr cümlələrində demişik ya yourself olar ya da yourself. Ona görə də C variantı. 12-də Joseph Little Liz. Nice bilirsiniz ki, qızdır. Joseph'in balaca əmsi qızı. Bütün deyir tapşırıqları elədi. Öz elədi. Söhbət qızdan gedir. Ona görə veririk herself. Himself verə bilmərik, çünki nis qızdır. Hizi də verə bilmərik, zemi də verə bilmərik, itsi də verə bilmərik. Qızdan söhbət gedirsə herself verir. They must, zeyin qarşılığı themselves.
Don't interrupt speech nöqtədən sonra isim var. İsim varsa his-i, my-ı, her-ni götürə bilərik. His-dən sonra da isim gəlir, my-dan sonra da isim gəlir, her-dən sonra da isim gəlir. Amma hers onunki deməkdir, ours bizimki deməkdir. Bunlardan sonra isim gəlmir. 15-də I can't find my trousers. Mən şalvarlarımı tapa bilmirəm. Bilirik ki, şalvarlar burada cəm verilir. Where are they? Söhbət they. Onlar haradadır deyir. They-ni versək isim gəlməlidir. Burada görürsüz, sual gəlib. Iti verə bilmərik, söhbət cəmdən gedir. It təkdir. Yonu verə bilmərik. Yo'dan sonra isim gəlməlidir. Avvanı verə bilmərik. Avvadan sonra isim gəlməlidir. Ona görə deyir ki, onlar haradadır. Cümlədə Z olacaq. Trousersə görə. 16. All these scissors. Bu qayçılar səninki deyir. Biz yoursu verə bilərik. Yo'nu Z-ni niyə verə bilmirik? Maya, avvanı niyə verə bilmirik? Çünki bunlar dördü də özündən sonra isim istəyir. Amma burada isim yoxdur. Sualla yekunlaşır. 17. Are these blue jeans? Bu mavi cinslər səninki deyir. Yo'nu Z-ni, mayı, avvanı verə bilmərik. Çünki bunlar özündən sonra isim istəyir. My, your, his, her, its, our, Z. Amma burada isim yoxdur. Sualdır. Demək ki, yours. This exercise is very easy. Bu tapşırıq çox asandır. Do it. Əmr eləyir yenə də. Əmr cümlələrində yourself, yourself veririk. 19. Biz də görürük ki, feildən sonra obyekt gəlməlidir. Söhbət də burada dostlardan gedir. Bizim dostlarımız sinifdədir. Gəlin oraya gedək və planlarımızı onlara söyləyək. Onlara söhbət dostlardan gedir deyə zəm verəcəyik. Him verə bilmərik. Burada friend demir, friends deyir. Z-ni verə bilmərik, özündən sonra isim gəlir. Ası verə bilmərik, söhbət V-dən getmir. Hönü verə bilmərik, söhbət burada she-dən getmir. Friends-dən gedir. Friends də cəmdir deyə olacaq zəm. Feildən sonra olacaq obyekt əvəzləyir. Our teacher wants. Mən bayaq lövhədə sizə izah elədim. İki tərəfdə feil olsa, feillərdən sonra hər iki tərəfə feil olarsa ortada gəlməlidir object pronouns. Yəni me, you, him, her, it, us. Ona görə də biz verəcəyik ası. I verə bilmərik, I cümlənin başında gəlir. Avvanı verə bilmərik, özündən sonra isim istəyir. V-ni verə bilmərik, cümlənin başında gəlir. Mübtəda olur. Z-yi verə bilmərik, cümlədə mübtəda olur. Cümlənin başında gəlir. He-nin qarşılığı da himself-dir. He defended bravely in the fight. Döyüşdə özünü deyir, müdafiə etdi.